İlham Əliyevə, toxunma xalqın malına, toxunma xalqın mənliyinə, toxunma xalqın mənəviyyatına, biz də səninlə işimiz olmasın. Bizim nəyimizə lazımdır? Azərbaycan prezidenti əgər Azərbaycan xalqı qanunlarla yaşayacaqsa, gözəl yaşayacaqsa, imkanları yüksək olacaqsa, pensionerlər pensiya pulu normal olacaqlarsa, dünya dövlətləri səviyyəsində bir ölkə kimi inkişaf edəcəksə, uşaq pulu veriləcəksə, sərhədlər açılacaqsa, milyonlarla belə bu hələ biz sadalığının xırda məsələdir, hansı ki, üzdə görünən məsələdir. Və bunlar olacaqsa, bizim səninlə nə işimiz var? Əgər qalın ölkəni idarə edəcəksə, nə işimiz var səninlə? Niyə səni tənqid edək? Onda bizim səninlə işimiz olmadığı kimi, sənin də bizlə işin olmasın. Yəni, cəmaatla sənin nə işin var? Cəmaatı niyə bu qədər incidirsən? Cəmaatı niyə barmana doluyursan? Cəmaatı niyə Qarabağa qayıdış adıyan cəmaatı Qarabağa qaytarmırsan? Başdan oynatsan insanları. Və Azərbaycanın bir ailə şirkətinə çevirmirsən. Qazilərlə sənin nə işin var? Qazilərə niyə zülm edirsən? Axı, sən Ali Baş Komandansan. Qazilərə nədən sən bu əzab əziyyəti verməlisən? Bax, bütün bunları düşünərək mən İlham Əliyevə deyirəm. Toxunma bu xalqa, xalq da sizə toxunmasın. Bizim də səninlə işimiz olmasın. Xalqa zülm eləməyə dayandır.